Salam, mən Fidan. Bugün nəsə bir yerdə necə deyim, son məşğələsiz falan olan günümü vloqunu çəkirəm. Bugünləri çox qəşəng bir vloq olacağına əminəm. Çünki bugün dırnaq düzəltdirməyə gedirik, alışverişə gedirik. Yəni məşğələ öncəsi alışveriş kimi sayılacaq yəni. Yəni bu vloq məndə çox maraqlı olacaq. Əmincə dırnaqlarımı bir yerdə düzəltdirəcəyik. Bütün dırnaqlarımı çıxartmışam bu arada, taxma dırnaqlarımı. Əmincə dırnaq düzəltdirəcəyik. Oradan çıxıb bir yerdə bazara gedib toplu falan almalıyam, onları alacağam. Bir də məşğələyə köynək almaq istəyirəm. İnşallah köynək alaram, tapa bilsəm. Yəni bugünə full gəzəcəyik ancaq. Sadəcə tək problemimiz odur ki, tək olacağam. Yəni dırnağımı düzəltdirməyə atam aparacaq, oradan da özüm bazara gedəcəm. Yəni tək problemim budur. Başqa da ki, yəni normal, sadə gün olacaq. Şu an evdəyim, əynimdə ev paltarlarım falan var. Bayaqlarda bir dənə YouTube'a video atdım. Bir günlük vlog deyəsən. Aha, nəysə onu atdım. Dediyim kimi indi mən gedəcəm. Kombin falan eləmişəm, sizə göstərəcəm, əynimə nə geyinəcəm. Onları geyinəcəyik. Sonra makyajımı edib çıxacaq. Yəni atam gələcək, aparacaq. Atam gəlməsə bilmirəm necə gedəcək. Çünki tanımıram dırnaq ustamın yerini. Təzə dediyim kimi Fatimədir. Onda Instagram, dırnaq ustamın Instagramına qoyaram. Heç yəni indi gedəcəyik. Dırnaq eləyəcəm. Hələ bilmirəm necə eləyəcəyimi. Fatimə deyir ki, bir yerdə seçərik, yəni orada seçərik. Belə indi mən gedəcəm, kombin seçmişəm. Sizə kombinimi göstərim. Deməli, kombin olaraq hava çox isti deyil, çox sərin də deyil deyənə. İstədim belə bir üst var, bunu geyinim. Altına şalvarım var, cins, bunu geymək istədim. Üstünə də necə deyim, mavi rəngdə kətan köynəyi var, sarçuqa var, onu geyinəcəm. Yəni kombinim də belə olacaq. Sadə kombin olsa təzə köynəyi alacağam, məşğələnin ilk günü üçün özəl olsun deyənə. Belə, makyaj ustamız da təmiz, səliqəli, hər şey, yəni hər şey ferah, tərtəmiz. Saçım falan da çox qəşəng düz. Saçım düppələm düz. Çox mutluyam. Dırnaqlarım sadəcə biraz yox deyənə boşluq hissi yaradıb, yəni belə yoxluğunu çəkirəm. Nəysə, çox danışmayım, vaxtımız da azdır. Telefonu zaytika qoyub vlog açmışam, çünki vaxtımız çox azdır. Makyajımı da dedim ki, koridordakı işıqla bir yerdə eləyim, amma buranın işığı xoşuma gəldi şu an. Bilmirəm. Heçsə, indi onda gedəm, mən gedim, əynimi geyinim, yəni o bayaq göstərdim, kombini geyinim. Sonra isə gəlim. Deməli canlarım, indi mən aksesuarlar seçsəm burada bu dağınıqlığın içində. Deməli halqa sırğa taxmaq istəyirəm, amma halqa sırğa bilmirəm. Yəni hər dəfə falan taxıram, amma iki dəfə ürəkli taxmışdım məncə. Nəysə, bu səfər halqa sırğa ilə davam edəcəm. Belə bu halqa sırğamı taxıram. Ay Allahım, əlimin belə dırnaqsız görəndə belə qəribə hiss edirəm. Burada məktəbdə necə olacaq, heç özüm də bilmirəm. Bir də mən burada barmağımda soruşursunuz, bu xaldır uşaqlar bu. Yəni uşaqlığımdan olan bir xaldır. Sonra bir də ki, mənim ikinci qulaq deşiyimə bilmirəm, bu ulduzlu sırğanı taxım, taxmayayım. Baxın bu. Nəysə, bu ataq bura qalsın. Sonra şahmeranım var, şahmeranı taxacam. Bunu belə qoyaq qırağa. Başqa da ki, yəni bu qədər idi buradan götürəcəklərim. Bura bitdi. Bir də keçən dəfə dediyim set var deyə, o setdən bu üzüyü taxacam, yəni belə bu barmağımı falan taxacam. Şu an dırnaqlarım yoxdur, yəni özümü boş hiss edirəm. Tamam, indi isə birinci aksesuarları taxmaqla başlayacağım. Makyajı eləməzdən əvvəldən aksesuarlarımı taxım. Sonra isə keçək makyaja, yəni. Bilmirəm, bazara getməyəsini üşənirəm, nə yalan deyim. Çünki dırnaqda 2 saat yoxsa 3 saat oturacağam. Oradan çıxıb bir də bazara get falan filan. Yəni heç qaldıracağım şeylər deyil əslində, amma nə bilim, belə yəni. Heçsə, indi mən tokalarımı taxdım. Başqa da nə edirəm? Bir də bu sepi taxacaqdım yoxlamaq üçün. Baxaq görək bu alsın. Baxaram, axırda çıxarım arasına. Tamam, indi ən birinci başlayıram. Krem vuracam, bu kremi vuracam. Sonra yəni üzümü yaxşı nəmləndirmək üçün. Barmaqlarım belə çox balaca görsən. Çox balaca görsən, belə. Tamam, indi bu kremlə vuracağıq. Dırnaq olmayan bir şey yaxşı ki, əl və krem falan rahatın idi. Dırnaq falan yoxdur, ona görə. Belə rahat olur insan. Evet, indi kremi bolca vuracağıq. Bolca krem vuracağıq. Və bu yayda ağ qaldığım üçün çox mutluyam. Mən qaramaq istəmirəm bu arada. Ya da yanmaq istəmirəm. Bilmirəm niyə. Ona görə bütün yazı günəşdən uzaqda gəldim. Məsələn, adi hovuza gedirdik. Hovuza gedəndə bağ evindəki hovuzda belə günəşdən gizlənirdim. Yəni, bayağı yəni. Çünki istəmirdim yanmaq. Əslində yanmaq bir şey deyil. Əslində yaraşana yaraşır. Yəni, amma mənə yaraşdığını düşünmürəm. Məsələn, qızarmağın da mənə, yəni yanmağın, qızarmağın da mənə yaraşdığını düşünmürəm. Bir də onun ağrılarını çəkənmərəm. O ağrı var, insan yanır. Onu çəkəcəyimi düşünmürəm. Yəni, ağrıdan, sızdan ölərəm məncə. Belə, indi konsiler falan vuracam. Konsiler vuracam, bunu vuracam.
Bayaqları məşğələ müəllimlərim qrup yaratdılar, riyaziyyat. Sonra isə ana dil müəllimə mesaj atdım ki, bəs hansı kitabları almalıyam falan deyə. Çünki gecə mən də kitab almağa, dedim səhv alaram falan. İndi isə müəllimim dedi ki, toplu al. Mən soruşmadım ki, müəllimə toplu olaraq birinci hissə təzə çıxan 2025 model kitabı alım, yoxsa böyük ehtimal oldu ya, onca ikinci, yəqin ikinci, ay bilmirəm, Allah haqqı, yəni o kitabı böyük ehtimal saxlayacağam, onu bilmirəm, yəni belə. İndi bunu konsiler vurduq, fondöten vuracağam belə. Fondöten neyinə tanal istifadə edəcəm. Belə. Bütün danışa makyaj yemək artıq çox klassikləşib, bilmirəm. Sabah rəsm, əsas rəsm məşğələm yoxdur. Bugün 5-ci günüm. Bizim də rəsm məşğələ günləri 1-3-5-dir. Yəni 1-3-5 olduğu üçün sabah yoxdur. Cəhənnətdən birinci günə qaldı mənim rəsmim. O vaxta qədər də filan sabr et. Üstümə bu şeyi geyindim, bu dediyim çönəyi güzgüdə falan göstərəcəm mən sizə. Amma birinci makyajımı eləməliyəm. Çünki dedim ki, bunu da geyinib belə videoda daha rahat, daha qəşəng görsənsin deyə düşündüm. Düyməsini bağladım bayaq, açıq qalsın. Neyse, indi fondötenimizi yayaq, bunu yayaq. Yəni, ay daha bilmirəm, mən adıyla topluğunu eləyəcəm. Çünki bilmirəm, həqiqətən. Mən concealer falan yaydım, indi isə pudralayıram, yəni göz altlarıma. Bu arada bunun üstə qaşlar töküldü, yəni daha doğrusu. Mən də daha heç yapışdırmadım təzədən. Dedim ki, elə qalıbsa belə qalsın, belə qəşəng idi onsuz da. Pudra niyə belə az gəldi? İndi isə ənlik istifadə edəcəm, yəni yanaqlarıma. Bu arada bilmirəm, bu videoda çox danışa bilmirəm. Söhbət yoxdur. Söhbət kasıbsılığı yaşayıram. İndi bilmirəm, heç də yazdım Məryəmdən soruşdum ki, bəs biz keçən ana dilindən nə istifadə edirdi? Toplu birincisi, yaşıl rəngə olan, təzə toplu, yoxsa mavi rəngdə olan. Mən bilən mavi istifadə edirdi. Çünki mənim müəlliməm aldırmamış. Demişdi ki, onsuz təzə çalıb. Bilmirəm, mənə yadımda elə qaldı. Əgər elə də deyilsə, onsuz alasam yəni axırda əvvəl. Riyaziyyatdan da 2025 birinci hissəni alacam. Onu da Leyla'dan soruşmuşam. Hamısını bir nəfərdən soruşmuşam. Yəni belə, bir də dəftər almalıyam, böyük dəftərlər, qələm almalıyam. Yəni məşğəl alışverişi sadə alışverişdir. Onsuz bildiyi şeylər alacam. Məktəb alışverişi böyük olar. O yəqin ki, avqustun axırına falan gələcək, paltar falan almaq. Belə. İndi də bir dənə sadə köynək axtaracam. Sadə, düz, bədən saran bir dənə sadə köynək axtaracam. Paltar bir də bilmirəm. Baxacam neydi? Belə ənliyi də yaydıq. İndi isə highlight istifadə edəcəm. Tamam, indi isə ən önəmlisi liner çəkəcəm. Mən bu göz qapağım bu arada biraz şişibdi bu digərinə nisbətən. Çünki kipriyi taxdıqdan sonra biraz bərk çıxartdım və göz qapağımın üstü biraz zədələndi. Ona görə biraz şişdi. Hətta 2-3 gün dərman qoydu ona. Yəni sonradan indi biraz azaltdı sonrası. Bəlkə də çox alacaq, bilmirəm. Ağrımır, amma nə deyim, sızıltı verir yəni. İndi liner çəkəcəm belə. Mən lineri belə çəkdim. İndi isə kipriyimi qıracağam. Və sonra mən göz makyajını da elədim. Bu arada ancaq bu makyaj edirəm, bilmirəm. Yəni yaşından biraz böyük göstərir, amma eləməkdən zərər görməz deyirəm və edirəm hər dəfəsində eyni makyajı. Bu sefer biraz daha ağır olduğunu düşünürəm, bilmirəm, yəni xoşum gəlir. Kedi göz makyajı sayılır. İndi dodağımı kombosunu eləyəcəm. Və canım dodaq kombomu da elədim. Bu sefer Nivea vurdum, yəni gloss falan vurmadım. Makyajım da belə bitmiş oldu yəni. Yəni makyajım da belə oldu. Mən çox bəyəndim, yenə həmişə işimin qəşəng olduğunu düşünürəm. Linerimi bu tərəfdəki alım, bu tərəfdəki nəzik olmasına baxmayaraq yenə də çox bir şey fərq etmir. İnsanlar mən demək ki, şalvar köynək üstdən bunu geyinib, çantamı götürdüm, kombini falan da hazır, aksesuarlarımı da taxdım. İndi bir yerdə gedirik, atam aparır, yəni dırnaq ustasının yanına. Belə. Əmin canlar mağazaya gidəyib, oradan bir yerdə gedəcəyik, yəni belə. Saçım bu tərəfi şiş be. Hava istidir ata. Və canım, burada artıq Fatimə dırnaqlarımı işləməyə başladı. Fatimə professional usta deyil, sadəcə olaraq tələbə müəllim yanına gedir və tələbə edərək ki. Amma əvvəllər yəni dırnaq ustası işləyibdi. Əl qabiliyyəti çox qəşəngdir, burada çox incə, çox zərif işləyirdi. Yəni çox bəyəndim. Fatimənin Instagram səhifəsini buraya qoyacağam. Oradakı müəlliməsi də çox qəşəng xanım idi. O da qəşəng dırnaq ustasıdır.
Yəni bir sözlə çox razı qaldım. Belə. Dırnaqdan Fadimə ilə bir yerə gedirik. Dırnağım belə oldu, evdə daha qəşəng göstərəcəm detaylı. Canım bugünlərə artıq vlogumun ikinci günüdür. Yəni alışveriş vlogu. Alışveriş yerine size sosial media məşğələ lazımlı olan şeyləri almağa gedəcəm indi mən sizlə bir yerdə. İndi mən aksesuarlarımı falan taxmışam, kombinimi eləmişəm, sizə rahatlıqla göstərəcəm birazdan hamısını. İndi gedirik toplu almağa. Topludan alandan sonra köynə ya da şalvar almaq istəyirəm. İkisindən birini. Artıq bilmirəm nə alsam yəni. Belə dediyim kimi indi mən vlogu başlatdım. Anamla bir yerdə gedirik. Bu arada bazar makyajım falan hamısını elədim. Sizin üçün çəkmədim ki, vlogda artıq ikinci bir makyaj falan olmasın deyə. İndi sizə kombinimi göstərəcəm. Sonra isə bazara gedəcəyik. Hava çox istidir, dəhşət istidir. Bişirəm. Nəysə, indi bu arada bugün sadə biraz göz makyajı hər dəfə ağıra qaçırdı. Nəysə, indi isə mənlə gedək. Mən sizə kombinimi göstərim. Sonra isə bir yerdə evdən çıxaq. Deməli, bu şalvarım, bu köynəyimi geymişəm. Mən sizə dırnaqlarımı göstərməmişəm. Canım, mən indi sizə dırnaqlarımı göstərəcəm. İndi dırnaqlarımı göstərəcəm. Dırnaqlarım baxın belə olubdu. Baxın bu belə fringe olubdu, zərli. Nə odaqlamırsan? Hə. Nəysə, bu sizə belə zər yandan axət, bu sizlər panti desənli. Baxın belə odakladı. Baxın belə olubdu, yəni. Geçən oldu. Mən çox bəyəndim, mən çox şirin buldum. Amma kombinimi də göstərdim. Ondan sonra evdən çıxaq. Canlar, mən indi girdim, enişte yine bir şey aldım. Evdə səkətəm sizə belə anam üçün. İndi gedirəm kompasa. Kompasdan da bir dənə Faber-Castell'in pozanı almalıyam. Bir də Faber-Castell'in şeyini almalıyam. Marketçimi olur, yağlı onunla. Eğer tapa bilsəm. Kompas da buradadır. İndi pinkə çemişəm buradan. Sırda kimi şey axtarıram, görüm. Ne tapsam, bir şalvar köynəyi aldım. Çok geçen şeyler aldım bu arada. Çanta falan da aldım. Kombin için elmeye geçen. Köynəyi aldım bir tane. Şalvar aldım. Yani bayağı geçen şeyler almışım. İndi gidirik ev için lazım şeyler. Sonra biz yine mağazaya gelmişik. Buradan bir şey götürəcəyik evə. Yine mağazadayız. Aslında çok şey çəkə bilməmişəm. Bilmirəm niyə. Bilmirəm. Yəni mağazadayım şu an. Anam diye gözləm daha doğrusu. Anam yine sağlar. Bizim aldıklarımız bunlar. Və canlar, mən indi evdəyəm. Sizə altlarını falan göstərdim, nələr almışam. Bugünləri əslində çox şey çəkə bilmədim. Demək olar, yəni bu vlogun qısa olacağını düşünürəm. Yəni çünki çox şey çəkə bilməmişəm. Onsa vlogun adı bilməm 2 günlük vlog falan da ola bilər ya da alışveriş vlogu. Yəni tam bilmirəm nə qoyacağam adını, amma nəysə, bütün gün bazar gəzmişəm. Çünkü kitapların hamısını bazardan almadım. Enişteyle gittim, orada kitap olmadı. Çıktım kompasa gittim, kompasda kitap olmadı. Sonra gittim bazarın axırındakı kompasa gittim, orada kitap tapdım. Sonra kitabın ana dilisini oradan tapdım, Reyzat'ın bir yerden tapdım. Hərəsini bir yerden almışam. Sonra dedim ki axırda bir nömrə məktəb var bizim bazarda, bazarın axırında gittim oradan bütün dəftər kitabı oradan aldım yani. İndi sizə aldıqlarımı göstərəcəm. Bu məşğələ alışveriş sayılır. Belə bir vlog belə alışveriş eləmişəm. Deməli 3 ədəd toplu almışam. Deməli bu riyaziyyatdan topludur. Allahım, riyaziyyatı çox sevirəm. Rengi falan da yəni. Bu da ana dilindən. Hə. Bu da ana dil toplarımız. Yəni ana dili sevirəm bu dərsi, amma riyaziyyat daha çox sevirəm mən. Mesela riyaziyyat ilgi gözləyir sizdən ki, onu siz həll eləyəsiniz. Mən ilgini də ötürməyi sevən insan olduğum üçün riyaziyyatı buradan çox sevirəm. Riyaziyyat ən sevdiyim fəndir bu arada, onu da deyim. Yəni toplar aldım. Hərəsi 8 manat idi qiyməti, üçünün də. Siz hesablayırsınız. 8 manatdan hər üçünə də, yəni hərəsi ayrılıqda 8 manat idi. Mənim ingiliscə toplarım var, baxın burada belə. Bunlar yəni dediyim kimi
ayrı toplular. Sonra isə hər bir dərs üçün dəftər aldım, belə böyük dəftərlərdən aldım ki, bir dəfəlik istifadə olsun. Bazı dəftərlər çünki tez qurtarır. Deməli, bir dənə ana dil almışam belə, ana dil üçün. Bir dənə riyaziyyat almışam, riyaziyyat üçün. Bir dənə də riyaziyyat almışam, yəni 4 bucaq xanalı deyirlərdi. Xanalı da almışam, bundan ingilis üçün almışam. Mən ingilisini bu dəftərlərdən tutmağı sevirəm. Yəni bunlardan belə almışam, böyük dəftərlər. Yəni isə belə mini fosforlu qələm almışam, üçlü. Çox şirin görsənir. Bunlardan almışam. Dediyim kimi fosforlu qələm çox almaq istəmədim. Elə dedim bu seti alım, set bəsdir məncə. Son olaraq isə qələmlər və pozanlar almışam. Deməli bir dənə belə balaca pozan almışam, minik, minnoş. Sonra bu qələmi mən bilmirəm bu qələm nədir. Bundan 3 ədəd almışam. Yaş qarasını, qara, qırmızı, mavi. Bir də bu qələmdən almışam. Bu yağlıdır. Bu qələmdən almışam. Ağarcı almışam. Yəni bu qədərdir bunlar. Şinyat falan almışıq, ev üçün falan. Onlardan adikto almışam özümə bir dənə belə. Saqqızdan almışam məşğələyə aparıb eləməyə. Bir də ki özümə geyim almışam. İndi sizə aldığım geyimləri göstərəcəm. Deməli, bir dənə belə bir çanta almışam. Bu minnət çanta almışam. Sonra bir dənə diz şalvar almışam. Diz şalvar bəqdir bu arada. Bu beli biraz mənə boşdur. Çox da şey eləməyim. Göstərəcəm əynimdə indi. Bu bəqdəki şalvar almışam. Rəngini bu rəngə aldım. Çox qəşəngdir. Və bir dənə də kətan köynək almışam. Sarışqa yəni daha doğrusu. Bunu bilsiniz də həm məktəbə falan da geymək olar. Kətanda. Yəni aldıqlarım bu qədər idi. İndi əynimdə falan göstərəcəm sizə mən buna geyinib. Canım mən indi geyinim sizə göstərirəm belə kombinimi falan. Geçen videoda Gucci sandan istəmişdim. Gidip indi özüm. Bu arada bu Dior'du. Gucci değil yani. Belə yəni şalvarın oturuşunu indi sizə göstərmək istəyirəm. Çox qəşəngdir. Yəni necə deyim? Düşük belli biraz. Mən beynimi dediyim kimi yığdıracağam çünki. Kətan köynəyi də çox qəşəng qaldı yəni. Çox bəyəndim. Bayağı bəyəndim. Yəni canım mən çox bəyəndim. Yəni tam məşğələyə falan girib geyməli, uyğundur. Yəni çox bəyəndim. Dırnaqlarım falan da çox uyumludur. Bilmirəm, yəni bəyəndim. Dəftərlərimi falan da burada sizə göstərirəm ki, yəni bunları almışam. Yəni bunlar da yaxşıdır. Deməli canlar, abur-cubur kimi sayılan şeyləri sizə göstərəcəm. Bundan almışıq. Bu qağda qurusu kimi şeydən almışıq. Ketçap almışıq. Sonra belə kofelər almışam. Bu şokolatlı şeydir, yəni şokolat edirlər bundan. Bu bilmirəm, bilirsiniz dadını falan. Bu çox qəşəngdir. Mən bunu çox bəyənirəm. Amma bunun adı nə idi? Yəni yantar pendiri. Bu simiska halvası. 2 dənə belə saqqız almışam məşğələlər başlayır deyə. Sonra bir də çekiz falan eləsəydi belə necə deyim bəzəmək üçün. Biri ulduzlu, bir də ürəkli belə süsdən almışıq. Bir də makaron eləyəndə çox vaxt necə deyim nudulun dadından istəyirəm olsun. Onun görə belə bir şey aldım. Bəlkə dadı oxşayar deyə. Yəni bunları almışıq abur-cubur kimi sayılır. Qalanları da evə aid olan şeylər deyən də onları göstərmədim. Mən əynimi falan dəyişdim, pijamalarımı keçirərdim. Çünki vlogu artıq bitirirəm. Məncə yəni aldıqlarımı falan göstərdiyim 2 günlük bir şey vlog üçün bir şey oldu. Amma bu 2 günlük vlog sayılmır təbii ki də. Bundan sonra gələn videolarımız ancaq rəsmi mənimlə hazırlanan riyaziyyat məşğələmi mənimlə bir yerdə işlə. Sonra başlayacaq ana dili ingilisdir. Sonra məşğələlərimlə mənimlə bir yerdə hazırlaş. Bir də sizə bir şey söyləyəcəm. Sizcə mənə bu liner belə qəşəng yaraşır, yoxsa mənim abartı elədiyim makyajlar yaraşır? Yəni bunu bilmək istəyirəm. Yəni belə mən ümid edirəm ki, bu arada çox bəyənmişəm özüm, bilmirəm işıqlandırımı nədəndir. Çox bəyəndim. Videonun axırında olur həmişə. Deməli, dediyim kimi ümid edirəm aldıqlarımı bəyəndiniz. Yəni kommentlərə yazarsınız. Bütün gün bazar gəldim. Şu artıq o qədər yorğunam. Çünki gedib bu video hələ edit eləmək var. O da yaddan düşdü. Yəni hər bir çox öpürəm. Ümid edirəm video xoşunuza gələr. Xoşunuza gəlsə like atıb abunə olmayı unutmayın. Öpdüm. Bay bay. Başqa video vlogum görüşərik.